Tamam, biz başlayaq. Deməli, biz keçən dəfə faizlə bağlı bəzi şeyləri dedik, bəzi şeylər qaldı. Məsələn, onlardan biri inflyasiyadan bağlı idi deyəcəkdim. Sonra gəlin əvvəlcə bundan danışım. Deməli, tutaq ki, bizim 80 nəfər, bir dəqiqə. Tamam, 80 nəfər ekskursiyaya gedən adamımız var. 80 nəfər. Məsəl üçün tutaq ki, istənilən bir qiymət götürək. Məsələn 120 günlük ərzaq ehtiyatı var. 80 nəfər üçün 120 günlük ərzaq ehtiyatı var. Ərzaq ehtiyatı var. Ola bilər bu qəsəbədədir, kənddədir, döyüş bölgəsində və s. 80 nəfərin 120 günlük ərzaq ehtiyatı var. Burada tutaq ki 20 nəfər, məsələn 20 nəfəri götürək. 20 nəfər deyək ki düşərgədən ayrıldı. Bunu düşərgə kimi götürək. Məsələn düşərgədən 20 nəfər. Amma gəlin belə eləyək. 20 nəfər düşərgədən tutaq ki 20 gün sonra ayrıldı. Yəni 20 gün orada qalıblar, sonra 20 gün sonra ayrılıblar. Belə götürək. Onu 30 da eləyə bilərik. Hər şey yazmaq olar. Sonra ayrıldı. Sual belədir. Qalan ərzaq, qalan iştirakçılara, yəni qalan ərzaq, qalan deyək ki, adamlara neçə günə bəs edər? Məsələn, siz öz fikrinizi bildirə bilərsiniz. Qalan adamlara neçə gün bəs edər? Mən bunu bura qeyd elədim, amma indi görək bunu necə çözəcəyik. Bəs edər. Fikir varsa buyurun. Heç kimə fikri yoxdur. Dəqiqə, mən görüm kimi qəbul etmək lazımdır. Aha. Heç kimə fikir yoxdursa biz bunu izah etməyə başlayalım. Deməli, bu tipli sorularda, məsələn, bu inəklər də verilir bəzən məsələlərdə. İnəklərin ərzağı var. Məsəl üçün 120 günlük, 80 dənə inək var. Sonra bu inəklərdən nə bilim 5-i vəfat edir və yaxud 5-ini kəsirlər. Tutaq ki 20 gün sonra kəsiblər bunu. Məsələn, bu cür məsələlərdə biz nəyə diqqət edəcəyik? Birinci, 20 gün əgər bunlar burada yeyiblərsə, təbii ki 80 nəfərdən bir yerdə bunu yeyiblər. Deməli, qalıb ərzağımız 100 günlük. 20 günü çıxdı. 100 günlük ərzaq. Amma bu 100 günlük ərzaq əslində kimlər üçün idi? 80 nəfər üçün idi. 80 nəfər üçün 100 günlük ərzaq qalmışdı. İndi bizdən 20 nəfər ayrılıb. Deməli, qalıb 60 nəfər. Bu 60 nəfərin isə bilmirik ki, neçə günlük ərzaq payı qalır. Burada bu tipli sorularda tərs mütənasib kəmiyyətlər olur. Bu tipli sorularda tərs mütənasib kəmiyyət olur. Səbəbi nədir? Çünki adamlar azaldıqca onların qidasını da yerdə qalanlar yeyəcək. Əgər 2 dəfə adam sayı azalsaydı, bu zaman qalan ərzağın müddəti də 2 dəfə artacaqdı. Onda biz tərs mütənasib kəmiyyətlər qaydasına görə qarşı-qarşıya vursaq, deməli 60x yazmıram birbaşa, 80-i 100-ə vurdum, 60-a böldüm. 80-i 100-ə vurub 60-a bölüb cavabı ala bilərik. Məsəl üçün, burada ixtisar edək. Məsəl üçün, tutaq ki, sıfırlar geçsin, 2-yə də bölək, 3 qalsın, burada 4 qalsın. İndi bunu özümüzdən verdiyimizə görə tam ədəd olmaya bilər. Olmadı da, 3-ə bölmə yarandı. Amma buna baxmayaraq, məsəl üçün, biz günümüzü tapa bilirik. Düzdürmü? Məsəl üçün, 133 gün elədik. Mütləq tərs mütənasib. Nədən? Məsələn, siz təsəvvür edin ki, bir kimsəsiz adaya düşmüşük. Məsələn, orada 80 nəfər yığışıb və bilirik ki, 100 günə çatacaq ərzağımız var. Bu 20 gün
120 günə çatacaq. 120 günə. 20 gün gedəndən sonra 100 günlük qalıb da 80 nəfərin 100 günlük ərzağı qalıb. Bu zaman o 20 nəfər ki tərk elədi, adanı çıxdı getdi, o 20 nəfərin yeməyi də bizi əlavə günlər kömək edəcək ki, biz orada qala bilək. Ona görə də burada adam sayı 80-dən 60-a düşsə də, ərzaq sayı, ərzağın qalma müddəti, artma müddəti çoxalmalıdır. Yəni neçə dəfə azalıbsa, 80-60-a bölünəndə neçə dəfə dəyişilibsə, bu zaman 100-ü də vurmalıyıq həmin dəfəyə ki, cavabı alaq. Aydındırmı? Və burada 130 Onda çarpaz vurulmurdu həllində. Bəli, mən də çarpaz 80-i 100-ə vurdum. Fikir verin, 80-i 100-ə vurdum. 60-ı x-a vurmuşdum. Biz oradan x-i tapanda 80x bərabərdir 100 vur 60 olmamalıdır. O düz mütasib kəmiyyətlərdir. Ümumiyyətlə tərs mütasib kəmiyyətlərlə bağlı qısaca indi bunu qeyd elədinizsə, mən indi bunu bir dənə qısa məlumat verim tərs düzə aid. Yəni kömək olmuş olsun sizə. Bunu silirəm, buradan götürürəm. Bir dəqiqə götürək bunu. Tamam. Məsələn, gəlin belə bir şeyə təsəvvür edək. Məsələn, y bərabərdir kx. Düz mütasib asıllığın düsturudur. Məsələn, k mütənasibliyi əmsalıdır. Y-in x-a bölünməsidir. Əgər biz tutaq ki, y bərabərdir 2x düsturu ilə verilən düz asıllıqda, məsələn, x-i kiloqram kimi götürəndə, y-i də manat kimi götürəndə, indi diqqət edin, nə olur? Məsələn, tutaq ki, 1 kiloqram alma alırsınız, bu zaman y sizin deyək ki, qiymətinizdir, 2 manat pul verəcəksiniz. Əgər 2 kilo alsaz, 4 manat verəcəksiniz. Biz indi bunu tənasüblə vursaq, məsələn, tutaq ki, 2 kilo almaya 4 manat pul vermişik. Tutaq ki, 5 kilo almaq istəyirəm. Bu zaman, bəli, siz dediyiniz formada olacaq, çarpaz vurur. Niyə çarpaz vurur? İndi onu da deyəcəm. X olur 10 manat. Ona görə ki, fikir verin məsələyə. Məsəl üçün, 2 kiloya 4 manatdır. Yuxarıya qayıdıram, k bərabərdir y bölü x-a. Bu 2 kilo 4 manatdırsa, demək ki, y-in yerinə 4 qoyub, x-in yerinə 2 qoya bilərik. Kilonu qura. Bu zaman nə alındı? 2 alındı. Deməli, 4-ü 2-yə bölmək tələb olur. İndi biz, əgər burada 2, 4 yazılıbsa, biz 4-ü 2-yə bölmək məcburiyyətindəyik. Vurmaq yox ha, 2-ni 4-ə vurmuram. 2-ni 4-ə vurmuram, 4-ü 2-yə böldüm. Bu hansı halda düz gəlir? Demək, düz mütasib asıllıqda ki, siz çarpaz bunu vurursunuz. 2-ni 4-ə vurmaq tərs mütasiblikdir. Tərs mütasibliyin də düsturu y bərabər idi. Nə idi? K bölü x. Y bərabərdir k bölü x. Əgər y bərabərdir k bölü x-i biliriksə, k-nı oradan necə tapırıq? K-nı oradan necə tapırıq? Y x-a vurur. Məsəl üçün, y burada tutaq ki, ustaların sayını, x günlərin sayını göstərir. Məsəl üçün, tutaq ki, 2 usta 5 günə işi görüb qutarır. 5 günə. Və biz 2-ni 5-ə vururuq ki, k-nı bilək. Sabahlarda soruşanda ki, məsələn, 4 usta bu işi neçə günə görə biz tənasüb kimi qururuq, qurmağıca. Amma qarşı-qarşıya vururuq ki, ikisində də k olur. 2 ustanı 5-ə vuranda k yaranır, 4-ü də x-a vuranda k yaranmalıdır. Aydındır? Demək ki, tərs mütasibdə qarşı-qarşıya vuracaqsınız, düz mütasibdə isə çarpaz vuracaqsınız. Bunu da məsələnin şərtindən biləcəksiniz. Məsələn, deyək ki, faiz məhlul məsələlərində, məsələn, biz deyirdik ki, tutaq ki, olsun 60 faizli, 80 litr duz məhlulu. Deyirəm, nə qədər su əlavə edək və yaxud nə qədər duz əlavə edək. Məsələn, indi nə qədər biz adətən suya daha çox meylənirik, su əlavə edək. Ya buxarlandıraq, su əlavə edək. Bu zaman biz nə edirik? Məsələn, tənasüblə eləmək çalışsam, 60 faizli 80 litr məhlul. İstəsəz birinci 80-i yazın. 80 litr məhlulun 60 faizi yazdıq. Məsələn, bizə deyir ki, nə qədər su əlavə edək ki, tutaq ki, 90 faizli olsun, məsələn. 90 faizli məhlul olsun. Bu zaman mən 90 faizi bunun altından yazıram. Su əlavə edək dediyinə görə 80 üstəgəl x qoyuram. Və burada tənasübə keçəndə düşünməliyəm. Görüm çarpaz vurum, yoxsa qarşı-qarşıya vurum. Əgər faiz artıbsa, məsələn, baxaq görək, ümumiyyətlə olurmu ki, 60 faizi 80 litr məhluldur, su əlavə edəndə faiz düşəcək. Demək, olmaz. Onda buranı yazaq 40 faiz. Demək, 40 faiz. Çünki su əlavə etdikcə faiz düşür aşağı. Bunu bilirik. Deməli, fikir verin, 60 faiz 40 faizə düşdü, yəni azaldı.
Bu zaman məhlula baxırıq, artdı. Yəni bunun tərs olduğunu buradan görmək olur ki, faiz düşdükcə demək ki, ümumi məhlul da qalxırsa, demək bunlar tərs olacaq. Məsələn, belə təsəvvür edin. Əgər 60% 30%-ə düşübsə, demək 2 dəfə dəyişilibsə, bu zaman 80 litr də 2 dəfə artmalıdır, 160 olmalıdır. 160 olmalıdır. Yoxlaya da bilərsiniz. Məsələn, gəlin bunu 40%-i 30% edin. 30%. Yəni buradan görünür ki, 2 dəfə azalma baş verib faizdə. Əgər 2 dəfə azalıbsa, fikir verin cavab olacaq 160. Yəni x-a da 80 əlavə eləməliyik. Olduğu qədər. Baxaq, yoxlayaq. 80-i 60-a vuraq. Bərabərdir 80 üstə gəl x-i 30-a vuraq. Əgər tərsdirsə, düz gələcək. Buradan 60-dan 30-a aparırıq 2. 82-yə vurdun 160. 160-dan da 80-i çıxanda x-i tapdıq. Nə oldu? Özü qədər əlavə elədik. Yəni, burada nə göstərmiş olduq? Tərs mütasib kəmiyyətlərdə, faizdə də buna rast gəlmək olur. Biz əgər faiz 2 dəfə azalıbsa, deyək ki, bu. Gəlin, indi bir dənə də başqa bir şey deyim. Yəni, vaxtımızı çox sərf eləməyək bunlara. Məsələn, deyək ki, bizim xeyirlə, gəlirlə, ziyanla bağlı məsələmizə baxaq. Məsələn, tutaq ki, bizə deyir ki, siz qeyd edə bilərsiniz özünüz üçün. Məsələn, tutaq ki, deyir ki, 40% xeyirlə bir mal satıram. 40% xeyirlə. 40% xeyirlə. Deməli, satılan bir mal. Satılan bir mal. Tutaq ki, bizə, mən biraz ola bilər səliqəsiz yazıram, görünmür olsun. Satılan bir mal. Tutaq ki, hansı səbəbdən, məsəl üçün, bayram qabağıdır və yaxud bayramdan sonradır. Tutaq ki, yazaq satılmamaq üçün. Yəni, ola bilər ki, satılmır. Ona görə endirim eləyəcəm buna. Satılmadığı üçün. Deməli, satılmadığı üçün 30% əvvəlcə gəlin 40% qoyum, sonra 30% eləyək bunu. Məsələn, 40% endirim eləyirəm. Endirim edildi. Tamam. Buradan yeni qiymət yaranır da. Endirimdən sonra da bu yeni qiymət aşağı ola bilər, yuxarı ola bilər. O bizi maraqlandırmır. Yeni qiymətə satılan bu maldan əldə olunan gəlir neçə faiz azalar? Yeni qiymətə satılan bu maldan siz qeyd edin. Neçə yeni qiymətə satılan bu maldan əldə etdiyimiz gəlir neçə faiz azalır? Əldə etdiyimiz gəlir deməli neçə faiz azalır? Tamam. Məsəl üçün biz bura nəyə diqqət edəcəyik? Müəllim, mən deyim bunu. Aha, deyin. Müəllim, mən belə də 100 götürürəm. 100-ü bir 40% xeyirlə satarım dedikdə. 100-ü elə bir 100 plus 40, 140 ilə. O da 1.4 dəfə artma deyir. Sonra isə bunu 40% endirimlə, yəni %60, 0.6 qədər vururam. Sonra 100-dən neçəyə getdiyinə baxıram. O aralıqda azaldığın, onda faizini tapıram. Tamam. İndi deməli 100 manat götürdük. 40%-i 40 manat eləyir. Bu demək 140 manat. 140 manatdır. Bəli. Sonra 140 manata da çıxırıq, endirim eləyirik 40%. Ya istəsəz birbaşa 60%-ni tapa bilərsiniz, satış qiymətini tapa bilərsiniz. 140-ın da 60%-i %60-a vurmaqdır. Tutaq ki, ya belə ya 0.6-ya vurursunuz. Bəli, əgər çox rahatsızsa 0.6-ya vuracaqsınız. Yəni 84 manata bu gəlir düşür. Gördüyümüz kimi, tutaq ki, bu qiymət kimi baxmaya da bilərik. Məsələn, 100%-ə satdığım bir şeyi üstünə 40% qoyuram, 140%-ə satırım. Yəni, mütləq 100 qoymuşuq, bu qiymət qoymaqdır, deyil əslində. Bu belə. İndi buradan da bizim son qiymətimiz 84 manatdır da. Tutaq ki, bizim 40% endirimdə 60%-ə satırıq, 84 manata satırıq. İndi bu bizdən soruşur, bu maldan əldə etdiyimiz gəlir neçə faiz azaldı? Təbii ki, əvvəlki bizim 100 idi. 100 idi. Bizim də 84 manatımız qalıb, yəni bu satışı 84-də eləyirik. Burada nə görürük? 16 manat, yəni 16 manat da 100-ün 16%-idir. 16% gəlirin azaldığını görürük. Bunu belə yazmaq olar. İndi ikinci bir yol da deyəcəm. Biz bu yola da diqqət edə bilərik. Deməli, bunu silim buradan yazıları. Deməli, əgər biz, məsələn, düzbucaqlığın uzunluğunu 40% artırıb 40% azaldanda onun sahəsi necə dəyişir? İlkin sahə.
necə dəyişir? Əgər bu cümləni xatırlayırsınızsa, bunu belə də eləmək olur. Əgər eyni faiz artıb azalıbsa, indi burada mən bir dənə satış qiymətinə deməmişəm, bunu bir dənə ora qeyd edək. Məsələn, satılmadığı üçün satış qiymətinə 40% endirim. Baxın, burada bunu yazmasaq cavab səhvə gedə bilər. Çünki biz endirimi nəyə eləmişik? Satış qiymətinə. Bu cümlə, bu söz birləşməsi mütləq lazımdır. Satış qiymətinə 40%. Yəni o mən 100-ün davamında 140 yazdım. 140-ın yəni 40%-nə endirim tətbiq elədim. 40% endirim ona tətbiq eləmişəm. İndi əgər düzbucaqlının uzunluğu 40%, 40 vur 40 yazacağıq, böl 100. bəli, 40 vur 40 böl 100-dən əslində bu tipli soruları daha tez çözə bilərik. Həmişə də azalma baş verir düzbucaqlıda olduğu kimi. Yəni tutaq ki, enini 40%, uzunluğunu 40%. Ya daha doğrusu enini 40% artırıram, uzunluğunu 40% azaldıram. Birini azaldıb, birini artıranda bu qaydaya gedirik. Bu qayda da əslində bizim bayaq elədiyimiz qaydanın özüdür. Yəni başqa bir şey deyil. Yəni bu hardan çıxdı? 40-ı 40-a vurub 100-ə böldük. Ancaq eyni faiz olanda müəllim. Bəli. Ancaq eyni faiz olanda biz 40-ı, o da biri qalxanda, biri enəndə. Yəni amma davamında həmin o baxın 40% xeyirlə satılır. Bu elə 140 manata. Və 140 manata artıq mən endirim tətbiq edirəm. Və bu zaman bu keçərlidir ki, eyni faiz. Məsələn, deyək ki, siz MHM-i açsaz, orada belə misallara rast gələcəksiniz. Əslində onların yolu elə şifahi şəkildə 40-ı 40-a vurdan 100-ə vurur. Bəli, müəllim, çoxu belə suallar idi MHM-də. Bəli, amma indi belə bir şey də var da. Məsəl üçün burada elə bir məsələ verə bilərik ki, hamısını bu formada eləyə bilmərik də. Məsəl üçün gəlin istəyirsiniz bir dənəsinə baxaq. Qoy buradan görüm MHM-dən açaq, bir dənəsinə baxaq. Bir dəqiqə bunu silək buradan. Məsələn, MHM-də test 6 7-ci suala baxaq. Açsın zəhmət olmasa. Əgər yoxsa mən özüm deyəcəm. Məsələn, burada yazılır. 20%-ni 40% gəlirlə satıram. Məsəl üçün, burada bayaqdan da xeyir danışırdıq və endirim də elə ki, bizim zərərimizə olan bir şeydir, eləyirik. İndi burada deyir ki, 20%-ni 40% gəlirlə satıram. 40% gəlir burada qazanır. Belə suallar imtahanlara salırlar. 2000 səhv eləmirəmsə 23-də düşmüşdü. 30%-ni 30% zərərlə satıram. Zərərlə. Tamam. Deyir qalan malları neçə faizdən sataq ki? Qalan malları neçə faiz gəlirlə sataq? Neçə faiz gəlirlə? Aha. Sataq ki, nə olsun? Satılmalıdır ki, nəsə sataq ki, belə yazaq, sataq ki, bütün malların satışından 20% gəlir əldə olsun. Bütün malların satışından. Burada iş biraz böyüdü. Yəni burada həm gəlir var, müəyyən faizində zərər var, həm də qalan mallardan biz satışı həyata keçirməliyik ki, bütün malların da satışından, demək qalan malları neçəsə satmalıyıq ki, bütün malların satışından 20% gəlir götürə bilərik. 20% gəlir. Tamam. Məsələ aydındırsa, biz bu məsələnin həllinə girişək. Deməli, test 6-da getdik. Tamam. Mən bunu iki yol təşkil edirəm. Birinci yol, bu tipli soruları çözmək üçün qiymət qoymaq yolu var. Məsələn, mən düşünürəm ki, mən mayasına 100 manat qoyum. 100% də deyə bilərik, amma 100% deməkdənsə 100 manat demək daha rahat olur. Məsəl üçün, 20%-i 20 dənəsidir. Mən 20 dənəsini, amma burada mən şey eləyəcəm. Ki, malın qiymətini, bir dənəsini 1 manat kimi götürəcəm. Yəni, tutaq ki, mən köynək satıramsa, malın qiymətinə 1 manat deyəcək. 1 manat. Bu 1 manat ona görədir ki, mən orada ancaq məsələn 100 məsələn mayası 100 manat yazdım. Yəni belə təsəvvür edək də bütün hamısına mən 100 manat vermişəm. Bir dənəsinin qiyməti, malın bir dənəsinin qiyməti 1 manatdır. Yəni ki 100 dənə mal almışam da belə təsəvvür edək. İndi 20%-i 20 dənəsi deməkdir də, düzdürmü? 1 manatdan 20 manat. Yəni mayasının bir dənəsinin mayası 1 manat kimi baxın, amma ümumilikdə hamısına 100 manat xərcim çıxıb da belə baxaq. Deməli, 20 manat mənim 20%-də deyək ki, mayadır.
Mən mayanın üstünə 40% qoymalıyam. İndi 20-nin 40%-ni tapsam bəs eləyir. Yəni çünki bir dənəsinin 40%-ni tapmaq, sonra da 20-sinin 40%-ni 20-nin 40%-ni tapırsınız. 20-nin 40%-i 20 vur 0.4 yaza bilərsiniz. Buradan 28 manat. Yəni mən elə ki 20%-dən satdığım qiyməti tapdım. Yəni gəlir təbii ki orada 8 manatdır. Amma mən birbaşa nəyi tapdım? Mən neçə manat oradan pul götürmüşəm. Onun 20-si mayasıdır. 8-i gəlir. Keçirəm ikinci 30%-nə. Təbii ki 30%-i 30 manat kimi götürəcəm mayasını. Yəni ki 100 dənə məhsul kimi də götürə bilərsiniz. 30 manat. 30 manatı da zərər elədiyimə görə çıxıram. Təbii ki 30 manatın 30%-də bəli, burada 9 manat alınır, 21 manat. Demək 21 manat bu elə ki buradan əldə etdiyimdir. İndi o xeyirdir, gəlirdi, ziyana düşmüşəm, o qalır, başqa məsələdir. Üçüncü, mən qalan malları fikirləşməliyəm. Qalan mallar 20%, 30% isə 50%-dir. 50%-də elə ki mən 50%-də 50 manata satıram. 50%-də 50 manata. Bu hələ mən 50 manata satmıram ha. Sadəcə olaraq o 50 manat onun mayasıdır. Gəlin bunu belə yazım ki, buradan belə çaşbaş qalarsınız. Deməli, 28-dən 21-i topladım, məndə çıxdı 49 manat. Yəni belə çıxır ki, mən 49 manatlıq, yəni satmışam. İndi 100 manat qazanmalıydım da, 100 manat mayasıydı, qazanmamalıydım, mayasıydı. Mayanın üstünə 20% pul qoymalıyam. Çünki niyə? Ümumi satışdan, bütün malların satışından 20%. Hələ qalan mallara baxmıram. Bütün malların satışından 20% gəlir əldə etmək, 100-ün 20%-i 20-dir deyə, demək 120 manat götürməliyəm. 120 manat olmalıdır. Amma indi baxın görün məndə nə qədər çatışmır. 120-dən 49 çıxıram. 120-dən 49. Yox, 120-dən 49 çıxıram 71. Demək 71 manat çatışmır. Onu hardan almalıyam? 4-ü burada yazıram. 50 dənə qalmamışdı. 50 dənə. Ta ki məhsulum qalmamışdı. Bu 50 dənədən mən 71 manat qazanmalıyam. 50 dənədən 71 manat qazanmalıyam. Bəs mən görən burada 71 manat qazanmalıyamsa, mayası neçə idi? 50. 50 mayasıdırsa 71-dən 50 çıxıram. Demək 21 manat. Bəli. 21 manat mayadan əlavə pul çıxartmalıyam. Bax, amma bu 21 manat neçənin axı bizə faizdən soruşur. Çünki biz burada qiymətlər dəyişə bilər, faiz dəyişməz. Çünki biz cürbəcür qiymətlərə sata bilərik. Bunu başa düşmək lazımdır. Bizə deyir ki, qalan malları neçə faiz gəlirlə satır. Qalan mallar 50 dənədir. Demək 21 manat, mən bu 50 manatda qabağa düşməliyəm də. Görün bu neçə faizdir? 21-i bölürəm 50-yə, vururam 100%-ə. Qalan malları dediyinə görə. Buradan da bərabərdir. 100-dən 50 ixtisar gedir. 2-ni 21-ə vururam 42%. Deməli, mən bir yol ədəd qoymaqla, yəni heç bir hərfdən istifadə etmədən, x-dan, y-dən istifadə etmədən məsələni çözdüm. Amma addımlaya, yavaş-yavaş. Yəni 20%-ni 20 manat verdiyimi düşündüm mayasına. Üstünə 40% qoydum. 20-nin 40%-i 20 manatda 40% 8 manat eləyir. 28 manat. Belə-belə mən bilirəm ki, mənim elə ki 100 manatım maya olmalıdır. Orada da gəlir, tutaq ki 20 manat deyirsə, 20% deyirsə 120 manat olmalıdır. Mən də baxıram ki 49 manat çıxıb cibimdə var. Lakin 71 manat çatışmır. Bu 50 dənə də qalıb, 50 dənəsindən 50 manat qazana bilərəm mayasına satsam. Amma mən bunu 71 manat qazanmalıyam. Bunun üçün baxıram ki, mayadan əlavə 21 manat mən buradan gəlir götürməliyəm. 21 manat. Bu 21 manat, bu 50 dənə malda neçə faizi yer tutur? 50 mal 50 manat kimi götürdüm və bunu çözdüm. İndi gəlin mən bunu istəyirsinizsə belə də çözün. Bunu silim, bu tərəfi aşağını silim ki, məsələ qalsın da. Məsələ qalsın. Mən 71-i 50-yə bölüb 1,42 alsaq elə oradan məsələn mən o cür yazıram. O da olar. Siz elə ki ümumi satışın o 142 alacaqsınız, sonra 100%-i çıxacaqsınız. O da olar. Yəni mən birbaşa gəliri tapdım da. Mən gəlir soruşur məndən. Mən ona görə birbaşa əvvəlcə çıxdım, sonra böldüm. Amma siz istəsəz əvvəlcə
elə eləyib sonra 100-dən 100-ü çıxa bilərsiniz. Məsələn, bir də belə eləyə bilərsiniz. Məsələn, tutaq ki, fikirləşirsiniz ki, 100 dənə məsələn köynək satacağam. 100 dənə köynək satacağam və hərəsini də 1 manatdan satacaqsınız. Tutaq ki, 1 manatdan satacaqsınız. Məsələn, 20 dənə köynək 20% olduğuna görə 20 dənə köynək 40% gəlir. 40% gəlir. Məsəl üçün qiyməti 1,4 manata satmalısınız. Niyə? Ev ki 100%-dirsə 40% də üstünə gələndə 140% olur. 140% 1,4-ə bərabərdir. Sonra 30 dənə köynək 30% olur. 30% zərər. 30% zərər nə deməkdir? 70%-ə satmaq deməkdir. 70% nə deməkdir? 0,7-yə satmaq deməkdir. Qaldı yerdə 50 dənə köynəyimiz. 50 dənə köynəyimiz. Və mən fikirləşirəm ki, bu köynəkdir. Burasını silim. Bunu götürək. Deməli, 50 dənə köynəkdir. Mən də hələlik bunun neçəyə satdığımı bilmirəm. Məsələn, x manata satacağımı düşünürəm. Və burada mən nə edirəm? 20-ni 1,4-ə vururam ki, 20 köynəkdə bir dənəsinin qiymətidir bu. Bir dənəsinin qiyməti 1 manat. 20-ni vururam 1,4-ə. Görün buradan nə qədər pul gəlir? Üstə gəl. 30-u vururam 0,7-yə. Görün buradan nə qədər pul gəlir? 50-ni də vururam x-a. Görün buradan nə qədər pul gəlir? Nə qədər pul gəlir? Bərabərdir. Cəmi gələn pul. Orada deyir ki, bütün malların satışından sildim onu. 20% gəlir. Bəli, 20% gəlir. Onda da 100 manat üstünə də 20% gələndə 120 manata belə çıxır ki, satmalıyam. 120 manata. Və sonra bunları hesablasaq, 2 dənə 14-ün 28, bu 21, bu 50x yazsaq, bərabərdir 120 yazsaq, 120 yazsaq. Buradan 50x bərabərdir. Orada niyə 120 yazdıq? 1,2 yazmalı deyilik. 1,2-yə 100-ü vurdu. 100 dənə mal olduğuna görə 1,2-yə də satıram bir dənəsini. Düz deyirsiniz. 1,2-yə vuranda 100-ü 1,2-yə vuranda eləyir 120. O belə. İndi 50x bölü 71 yenə alırıq. 120-dən 49-u çıxdıq. Bayaqki 49-dur. Eyni tipli məsələdir ki. Bu zaman məsələn 71-i 50-yə böləndə bayaqki müəlliməmizin dediyi qayda, məsəl üçün gəldi çıxdı 142, burada 1,142 eləyir. Bunu da faizə keçsək 142%-dir. 100%-ə çıxanda 42% artıq olur. Yəni deyək ki, bu 100-ə vururam, deməli mən 142%-ə satmalıyam. 142%-ə satmalıyam. Təbii ki, o 100%-i şeyidir, mayasıdır. Onda da 42% mənim gəlirim olmuş olur. Yəni bəzi məsələlər olur ki, biraz çaşdırıcı ola bilir, amma siz çalışın ki, addımlayanda yavaş-yavaş, yəni bunları bərabərliyi təmin eləyəsiniz. Bərabərliyi təmin eləsəz, məsələ çözüləcək. Məsəl üçün bu belə. Sonra mürəkkəb faiz artımı, bir də inflyasiya. İnflyasiyada gəlin inflyasiyadan bağlı bir suala baxaq. Məsəl üçün baxaq görək ki, inflyasiyadan bağlı sualımız necə olacaq. Məsələn, tutaq ki, burada test 10-a baxaq. Biraz ağırdır, amma yenə baxaq. Yəni, biraz yüngülünə də baxa bilərdik. Gəlin, istəyirsiniz, əvvəlcə yüngülünə baxaq. Yüngülünü özündən deyim. Sonra test 10-a, orada inflyasiyadan bağlı, səhv eləmirəmsə, test 10-da 13 nömrəli sual var. Tamam. Deməli, tutaq ki, illik inflyasiya ölkədə, deyək ki, o ölkədə olsun 40%. Yəni, bu nə qədər fərq eləməz də, yəni, cürbəcür məsələlərdə faizlər. İllik inflyasiya 40% olan ölkədə, tutaq ki, işçi maaşı, məsəl üçün, işçi maaşı, məsələn, deyək ki, neçəsə faiz artırılsın, məsələn, 20% artırıldı. Bizdən soruşur ki, deməli, alıcılıq qabiliyyəti il sonunda necə dəyişdi? Alıcılıq qabiliyyəti neçə faiz dəyişdi il sonunda? İndi aşağı düşdü, yuxarı çıxdı, onu baxacağıq. Alıcılıq qabiliyyəti il sonunda neçə faiz dəyişdi? Tamam.
Bunu başa düşdük ki, söhbət nədir? İndi burada bu cür məsələ inflyasiya nədir? Birinci ona baxacaqsınız. İnflyasiya pulun dəyərdən düşməsidir. Pul get-gedə dəyərdən düşür. Məsələn, 1 manata aldığınızı tutaq ki, 1 manat 40 qəpiyə almış olursunuz il sonunda. İnflyasiya 40%-dirsə, ya 100 manat aldığınızı 140 manat alırsınız. Bu da təbii ki, gəlirə təsir edir. Məsələn, bu tip məsələləri yəni iki yolla yenə çözə bilərəm. Birinci yol, məsəl üçün məsəl üçün belə deyək, maaşı götürə bilərsiniz. Maaş. Buna 100 manat deyə bilərsiniz, rahat olsun deyə. Bəzən məsələn 100 manata məsələn deyək ki, xərc hansı məhsula çəkdiyin xərcdir. Məsəl üçün şey götürürlər. Tutaq ki, deyirlər 10 manat olsun. 100 manatı 10-a bölürlər. Deyirlər, hə, tutaq ki, 10 dənə nəsə ala bilirsən. Bu formada gedirlər. O da pis deyil. Amma mən məsələn 100 götürürəm. Məsələn 100 manatdır. 100 dənə də məhsul alıram. Yəni 100 manatlıq da xərcim var. Yəni başa-baş. Başa-baş. İndi inflyasiya dedi ki, xərcimizi artırır. İnflyasiya həmişə xərci artıran bir şeydir. 100 manatdırsa 40% artıranda 140 manat olur inflyasiya. Yəni 140 manat alacam. 140 manat alacam. Maaşa da baxsaq, 20% artırsa 120 manat olur. 120 manat olur. Maaş 120. Məsələn, normalda nə görürük? Görürük ki, əvvəl başa-baş olan, yəni 100 manat alırdım, 100 manat xərcləyirdim. İndi isə mən çatdırmıram. 120 manat alıram, 140 manat xərcləyirəm. Yəni borca girirəm, nəsə. İndi burada biz fərq görürük də. Neçə manat mən deyək ki, 1 il bundan əvvəlki ilə indiki arasında neçə manat fərq görürəm xərcimdə. Buna alıcılıq qabiliyyəti deyirlər. Məsələn, xərcinlə maaşının arasındakı fərq alıcılıq qabiliyyətinə birbaşa təsir edir. Deməli 20 manat fərq var. Deməli fərqi tapırsınız. Fərqi bölməlisiniz. Həmişə xərcinizə vurmalısınız 100-ə. Faizdən demək üçün. Bu alıcılıq qabiliyyətinin düsturudur. Yəni sənin deyək ki, maaşınla xərcinin arasındakı fərq ola bilər maaşın çox olsun. Böyükdən kiçiyi çıxacaqsan, amma xərcə böləcəksən. Xərcin üstündə qərar verəcəksən. Sən alıcılıq qabiliyyəti necə olur? Çünki sən bazara gedirsən, bazarda sən bilirsən ki, sənin alış qabiliyyətin necədir? Aşağıdır yoxsa yuxarıdır? Bax, burada da bərabərdir. Fərqimiz demək 140 idi. 20 idi. Fərqimiz 20 idi. Xərcimiz ən sondakı xərcdən söhbət gedir. 100%-i də vururuq. İndi burada da yenə tam ədəd olmadı. Olsun. 7, 100-ü də 7-yə bölmüş oldum. İndi burada əslində 7-də 100 də yaza bilərik. Bölə də bilərik. Məsələn, bu qədər faiz. Yəni, nə baş verdi? Məsələn, 13%-dən biraz artıq. Nə baş verdi? Azaldı. Yəni, mənim alıcılıq qabiliyyətim il sonunda 13%-dən bir qədər çox, yəni, azalmış oldu. Aydındırmı? Yəni, bunu belə eləyə bilərsiniz, rahat şəkildə eləyə bilərsiniz. İkinci, mən əslində bunu tövsiyə edirəm ki, bir dənə formasını öyrəndin, o formadan rahat gedə bilirsən. İkinci də belə bir şey deyim, bunu silirəm. Deməli, nədir? Məsələn, ümumiyyətlə, inflyasiyadan alıcılıq qabiliyyəti həmişə tərs mütənasibdir. Məsələn, bu qaydadan da getmək olar. Niyə? Çünki niyə tərsdir? Çünki inflyasiya artdıqca sənin alış qabiliyyətin aşağı düşür. Və bu tərs mütənasib olur. İndi alıcılıq qabiliyyətinlə maaş arasındakı münasibət isə həmişə düz asılıdır. Yəni, maaşın artırsa, alıcılıq qabiliyyətində artır. Yəni, burada düz asılılıq var bu hissədə. Düz asılılıq var. Bu hissədə tərs asılılıq var. Belə olan halda siz məsələni bu yöndən də çözə bilərsiniz. Amma yenə deyirəm, biz bunu çözmək üçün o 100-dən istifadə etmək yaxşı bir şeydir. Yəni 100% yaxud 100 manat belə qiymətlər qoymaq olar. Yəni burada da məsəl üçün tutaq ki, istəyirsiniz test 10-dakı şeyə baxaq, dediyim 13 nömrəli sual. Məsələn, illik inflyasiya 80% olan bir ölkədir. Mən bunu yazmayacağam. İllik inflyasiya 80%. Ölkədə işçilərin maaşı ilin ilk 6 ay ərzində 50% artırıldı deyir.
ilin ilk 6 ay ərzində 50% artırıldı. İşçilərin alıcılıq qabiliyyətinin dəyişməməsi üçün əhalinin maaşları ilin son 6 ayında neçə faiz artırılmalıdır? Baxın, nisbətən çətin sualdır. Yəni çünki burada alıcılıq qabiliyyəti dəyişməməlidir. Biz bunu əgər bu düsturla geçsək, məsələn tutaq ki, mənim 100 məsəl üçün deyək də 100 manat belə götürdüm. Məsəl üçün maaşım da 100-dür. Elə götürə bilərəmmi? Maaşım da 100-dür. Məsələn bu formada. Məsəl üçün ya da belə deyək. Məsələn inflyasiya 100 idi. Məsəl üçün artdı 80 artdı oldu 180. Məsəl üçün deyək də. İnflyasiya 100 vahid idi. 80% artdı oldu 180. Məsələn, mən buna xərc deyirəm əslində. Xərcdən daha rahat başa düşmək olur. Məsələn, 100 manat xərcim var idi. İnflyasiya onu 180-ə qaldırdı. Yəni, indi bura inflyasiya yazdığıma görə deyirəm, amma ümumiyyətlə xərc baxımından baxıram inflyasiya. Deməli, 180. Burada tutaq ki, alıcılıq qabiliyyətini əgər bununla yazıramsa, alıcılıq qabiliyyətini dəyişmirəm, 100-də saxlayıram alıcılıq qabiliyyətini. Burada maaşımı 100 deyirəm. Bu zaman mənə deyir ki, maaşın maaş ilin ilk 6 ay ərzində 50% artırıldı. Bu sonradan sonra ki, əhalinin maaşları ilin son 6 ayında. Mən onu bilmirəm. İlin əxirına gedirəm. Mən görüm neçə faiz olacaq. Cavabım neçə faiz olacaq. Yəni bu formada baxıram. Təbii ki, əgər düz asılıdırsa, burada bunlar belə vurulmalıdır. Çarpaz. Tərs olanda qabaq-qabağa vurulmalıdır. Əgər bunu tətbiq eləsək, onda belə çıxır ki, biz nə edəcəyik? Məsəl üçün, birbaşa yazmayaq. Birbaşa yazsaq çaşarıq. Tutaq ki, mən nə yazacağım? 100-ü 100-ə vurdum. Bunu da x-a vurdum. Bərabərdir 180-i 100-ə vurdum. Onu da 100-ə vurdum. Təbii ki, burada yüzlər bizi çaşdırmasın. Bunlar gedir. X bərabərdir. Belə çıxır ki, 180 oldu. Demək, bu sonda 180 oldu. Belə götürək. Sonda 180 oldu. Bunun arxasından, məsələn, biz desəydik ki, yox, 180 olub, cavabda 180 yoxdur. Doğrudur, 180 yox. Bunun arxasından biz nə edəcəyik? Məsələn üçün, 100, üstə gəl, birinci 6 ay ərzində 50% artırılmış da 150 manat olub. Yəni maaşımı yazdım 150 manat. Ən sonda maaşım 180 olub. Deməli, onda mənim maaşım nə qədər artıb? 180-dən 150 çıxıram, 30 manat mənim maaşım artıbdır da. Yəni, ikinci 6 ay ərzində, birinci 6 aydan ikinci 6 ayın sonunda. Biz bayaqki məsələdə biz elə ki 100 səhv eləmirəmsə orada 150 manat bizim şeyimiz var idi. Gəlirimiz. Orada fərq 30 manat yarandı, səhv eləmirəmsə. 30 manat 150-yə bölüb 100-ə vurulur. Niyə bəs 30-u 150-yə bölüb 100-ə vurulur? Səbəb nədir? Məsələn, burada deyək ki, ixtisar eləsək, 0-ı tullayaq, yəni 20% elə. Düzdürmü? 20%. Səbəb odur ki, məsələn, bizdən soruşmur ki, alış qabiliyyəti necə dəyişdi? Alıcılıq qabiliyyəti sabit qalmalıdır. Bu zaman bizim elə bir ki, gəlirimiz, yəni maaşımız ki, 150 manat olmuşdu. Bax, o 150 manatın, deyək ki, 30 manat fərq yarandığına görə 30 manat 150-nin nə qədər faizidir, onu tapdıq. Amma indi gəlin belə bir yolla da bunu məsələni çözməyə çalışaq. Məsələn, tutaq ki, biz dedik ki, 100 manat qoya bilərik. 100 manat. Bizim olsun maaşımız, ilkin maaşımız. Biz ilkin maaşa hərəsi tutaq ki, 10 manatdan, o bayaq dediyim qiymət qoymaqdan bəzən 10 manat da qoyurlar. Demək, 10 manatdan 10 ədəd. Niyə 100 dənə qoyulur? 100 dənə qoyanda belə çaş-baş qalırıq. 1 manatdan qoysaq, və yaxud da 100 manatdan qoysaq. Yəni, 10 manatdan 10 dənə tutaq ki, ədəd ala bilirik. Məsəl üçün, nədənsə. Məsələn, indi bizə deyir ki, tutaq ki, sizin maaşınız 50% artdı. İlin ilk 6 ay ərzində 50% artdı. Təbii ki, 50% 150 manatı gətirib çıxarır. 150 manat oldu. Bu 150 manatın 150 manat oldu. Bu heç. Bunu qoyaq qırağa. İndi mən 10 manat hələ şeyə baxmıram. Amma inflyasiyaya baxmaq lazımdır. Çünki inflyasiya 80% deyir. 80% deyirsə, məsələn 10 manata ki alırdıq məhsulumuzu, 10 manata ki alırdıq. Bu indi 80%-ə, yəni 8 manat da üstünə gəlinməlidir. Onda bu olacaq 18 manata. Bir dənəsi 18 manata. Əgər mən bundan 10 dənə alıramsa, 18-i 10-a vururam,
ona vururam. Bu eləyir 180 manat. Deməli, mən ümumilikdə 180 manat alıram. Əvvəlcə mən 100 manat xərcləyirdim. Belə təsəvvür eləyək. Düzdürmü? 100 manatı tam xərcləyirdim, alırdım. İndi mən 180 manat bu köynəyə, məsələn köynək deyək, bu köynəklərə 180 manat xərcləməliyəm. Əvvəl mən 100 manat xərcləyirdim, indi 180 manat xərcləyirəm. İndi belə baxın, 150 manatımız ki var idi, 150 manatımız ki var idi. Bu bizim üçün 100% də ən son maaşımızdır. Məsəl üçün bizdə 30 manat elə bir ki 150 manatla 180 arasında nə qədər fərq yaranıbdır? 30 manat fərq yaranıbdır. 30 manat fərq yaranıbdır. Biz bu 30 manatın neçə faiz olduğunu tapmağa çalışacağıq. Və buradan da x bərabərdir. Vursaz bayaqki kimi 20% alacaqsınız. Və yaxud da sadəcə 30 150-nin neçə faizidir. Yəni buradakı xərcimiz 180-dir, gəlirimiz 150-dir. Mən bunu başqa cürdə çözürəm. Bayaq dedim, birinci danışanda dedim, o formada da çözürəm. Yəni ən yaxşısı məncə odur. Bunu silim. Deməli, mən belə də yazıram. Məsələn, maaş bayaqları yazdığım kimi xərc belə yazıram. Təbii ki, maaşıma 100 qoyuram həmişə, xərcimə 100 qoyuram, başa baş. Məsəl üçün, burada maaşlar artıq 150 olubdur. Məsələn, xərcimiz 80 manat artıq 180 olubdur. Və bizim alıcılıq qabiliyyətinin dəyişməməsi lazımdır. Yəni, alıcılıq qabiliyyəti, söhbət bu alıcılıq qabiliyyətinin dəyişməməsindən gedir. Yəni, 100-ə 100, başa baş. Mən də görürəm ki, burada 30 manat fərq yaranır. Bu 30 manat fərqi niyə xərcə bölmürəm? Çünki bizə alıcılıq qabiliyyətini istəmir dəyiş. Bizə deyir ki, sadəcə olaraq gəlirimin neçə faiz, yəni maaşım neçə faiz, yəni 30 manat bu dəfə maaşa bölünməlidir. Baxın, burada cümləyə görə hərəkət edəcəksiniz. Alış qabiliyyətini soruşsa xərcə bölürük. Alış qabiliyyətini soruşmasa, buradakı kimi maaşımız neçə faiz artırılmalıdır ki, gəlsin 180-ə bərabər olsun, yəni alıcılıq qabiliyyəti dəyişməmiş olsun. Bax, bu halda biz bunu bu formada tapa bilərik. Və mənim yazdığım yol əslində ən rahat yollardan biridir. Ona görə mən həmişə inflyasiya məsələlərini bu yolla çözməyə çalışıram. Bu belə. İndi kimin sualı varsa versin, o suallar üzərindən baxaq. Bir də mürəkkəb faiz artımı düsturunu bilin. Mürəkkəb faiz banklarda, bank məsələlərində ondan eləyin. Bəli, buyurun. Siz bir o biri üsuldan eləyəndə onun üstünə 8 gəldi, Zeynəb bilmirəm. O Bəli, 8 bəli, nəyə bəli, 8 idi? O 8 nəyə idi? 8, elə bir ki 80% inflyasiya baş verir, yəni 80% qiyməti qalxdırmaq lazımdır. Məsələn, əgər mən bir köynəyə 10 manat verirəmsə, 80% də 8 manat eləyir və toplamda mən həmin köynəyə artıq 18 manat verirəm. Və 18 manatı da ona niyə vurdum? Çünki əgər bir köynəyə 18 manat alıramsa, mən əvvəl 10 dənə köynək alırdımsa, demək indi mənim xərcim 180 manat, 18 vur 10 manat, yəni 180 manat olacaq. Amma əvvəl mən onlara 100 manat xərcləyirdim. Yəni elə ki əvvəl 100 manat xərcləyirdim, indi 180 manat xərcləyirəm. Amma mənim maaşım 150 manat olub. Əvvəl elə ki başa-baş idi. 100 manata 100 manat xərcləyirdim. İndi isə 180 manat xərcləməliyəm, amma maaşım 150 manatdır. Və buna görə də mən 30 manat qaldırmalıyam ki, o alış qabiliyyətim stabil qala bilsin. Onu da deyir ilin növbəti 6 ayda nə qədər qaldırmalıyam. Yəni o baxımdan mən də deyirəm ki, 150-dirsə, məsələn ilin ilk 6 ayında 150 manat qazanıramsa, 180 xərcləyirəmsə, 30 manat qaldırmalıyam ki, 180 başa-baş gəlsin. Yaxşımı? İndi suallara keçə bilərik. Yəni kimin topludan və maşinlə kimin nə sualı varsa versin, o sualın üstündə Müəllim, baxaq. MHM-də test 1-də 11-ə baxa bilərik. Hə, buyur baxaq. Test 1-də bir dəqiqə. Tamam, test 1. Test 1-də nədən söhbət gedir? Yəni 11, test 1-də 11. Mən onu açana kimi açıq edeyim. Hə, test 1-də tapdım 11-ci sual. Deməli tikintidə bu. Tikintidə istifadə edilən betonun keyfiyyət norması, deməli tikintidə istifadə edilən betonun keyfiyyət norması 10% sement, qalan hissəsi su, qum və çınqıldan ibarət olmalıdır. Deyir ki, 10% nə olacaq? Sement.
tikintidə istifadə edilir. 10% olacaq sement. Onda belə çıxır ki, 90% başqa şeydir. Yəni qumdur, sudur, çınqıldır. 90%-nə yazıram başqa. Başqa tərkib. Tamam. Deyir ki, 8% sement olan, yəni 8%lik, elə ki 8% sement olan 90 kiloqram beton qarışığı var. 90 kiloqram beton qarışığı var. Deyir ki, neçə kiloqram sement qataq ki bu qarışığa? Neçə kiloqram? Yəni neçə kiloqram? Mən yazıram ki, siz qeyd eləyəsiniz. Neçə kiloqram sement qataq? Sement qataq. Demək, sement qatmalıyıq ki, neçə faizli olsun? Baxaq. Alınan beton tikinti normasına uyğun olsun. Bəli. Neçə kiloqram sement qataq ki, deməli, alınan beton tikinti normasına uyğun olsun. Tamam. Müəllim, burada tikinti norması 10% sement olmalıdır Bəli, da. Və mütləq. 8% də sement 90 kiloqram veribdir. Biz belə də 90-ını 8%-ni tapırıq 7.2. Bilir ki 7.2 sementdir. Və ondan sonra biz burada ümumi 100 kiloqram kimi götürəcəyik bizə lazım olanı. Ya faizi sadəcə 10%. 90 plus x götürəcəyik də məxrəcdə, düzdürmü? Doğrudur. Gəlin onda belə eləyək. Yəni həllinə belə başlayaq. Doğru fikirləşsiniz. Yəni 98%-i 0-dan 100-ə vurmaqdır. Burada çaşmamaq lazımdır. 7.2 kiloqram, yəni hal-hazırda bizdə 7.2 kiloqram sement var. Onda belə çıxır ki, betonun ümumi olacaq, yəni 90 kiloqram var idisə, x-sa sement əlavə eləməliyəm. Ümumi bu olur, bəli. Baxın, ümumi bu olur. Doğrudur. Ümumi bu olur. İndi bizdə nə qədər çatışmır sement? Bu bizdən nə soruşur? Neçə kiloqram sement qataq? Bəli. Onda biz bunu necə yazaq? Yəni 90 üstə gəl x ümumidir. 7.2 plus x böl 90 plus x vur 100% bərabər 10%. Bəli. 7.2 üstə gəl x bölünsün 90 plus x. Bunu 90 səhv yazdı. Sonra nə yazırıq? Vur 100% bərabərdir 10%. Bərabərdir 10%. Yəni bu 10%li olmalıdır, ona görə biz belə yazırıq. Bəli, doğrudur. Və burada onda bunu həll eləyə bilsəz və məsələ həll olur. Burada bundan azaldıb sən buranı 1 qoya bilərsiniz. Ya onda 1 yaza bilərsiniz, onu 100-ə bölüb. Sonra da 7.2 üstə gəl x-imiz bərabərdir 90 üstə gəl x-imiz vurulsun onda 1. Onda 1-i də elə bu tərəfdə ona bunu vursaydıq daha rahat olardı. Və bunun sonrasını davam edə bilərsiniz. Yəni doğru fikirləşsiniz, bu formada gedəcək. Səbəb nədir? Çünki biz betona 90 kiloqram beton var. Bunun da sementi 7.2 kiloqramdır. Yəni biz sementi də artırırıq. Sement artmalıdır və ümuminin içində 10% yer tutmalıdır. Ona görə də 7.2 üstəgəl x-i bölməliyik 90 üstəgəl x-a, bəli. Vur 100% bərabər. Oradan 2 alınır. Həll eləyəcəksiniz, bəli. Ondan sonra alacaqsınız. Yəni burada hesablamadır. Sonra başqasına keçək. Müəllim 13-ə də baxaq. 13. Və bu bayaq dediyim illik banka pul qoyma məsələsidir. Məsələn, biri var sadə faiz artımından qoyur. Biri var mürəkkəb faiz artımından qoyur. Baxaq görək Əhməd bu pulu necə qoyur. Əhməd demək 2000 manat pulu illik 20% gəlirlə 2 illik qoyur banka. 20% gəlirlə qoyur 2 illik banka. Tamam, 2 illik qoyur. Buna görə deyir ikinci ilin sonunda, məsələni yazmıram, ikinci ilin sonunda Əhmədin alacağı gəlir neçə manatdır? Yəni sonda Əhmədin alacağı gəlir axtarır. Özdə miqdarla da sonda gəlir neçə manat olacaq? Gəlir neçə manatdır? Tamam. Bunu eləmək üçün biz nə edə bilərik? Birinci, mürəkkəb faiz artımı düsturundan da gedə bilərik, onsuz da gedə bilərik. Məsələn, mürəkkəb faiz artımı düsturu necə idi? Məsələn, S0, yəni son məbləğ bərabərdir. S0 vurulsun. Əgər artırdısa üstünə gəlirdi. P bölünsün 100. Düzdürmü? Örtəcənin üstündə N.
İndi əgər biz ilkin məbləğimiz 2000-dirsə, 2000 yazdıq, vurulsun 1 üstəgəl 20 faizdirsə, burada 20-ni böldük 100-ə, P burada faizi göstərir. 2 ildirsə üstünə 2 yazdıq. Bu bizə nəyi verəcək? Sondakı məbləğimizi verəcək. Biz buradan əgər hesablasaq, bunu 100-dən 20-ni aparsaq, 5-də 1, 5-də 6 olacaq. 2000 vurulsun, 5-də 6 da 25-də 36-dır. 25-də 36. Bu 2 dənə 0 bundan geçsə 4, 4 dəfə də 20 neçə eləyəcək? 80 eləyəcək, düzdürmü? Tamam. Yəni 20 vurulsun 100 kimi baxdım ona. 80 vur 36. 80 vur 36 bizim ümumi məbləğimizi verəcək. Bu neçə eləyir? 2880. 2880 manat son məbləğimizdir. Onu 2000 manata da çıxsa bizim yəni gəlirimiz çıxmış olacaq. Bu belə deyək, tutaq ki, düsturu bilənlər bu yolla yaza bilər. Düsturu bilməyənlər necə yazmalıdır? Təbii ki, əvvəlcə düsturu bilmirsə, 2000-in 20%-ni tapıb yazmalıdır. 2000-in 20%-ni tapdı tutaq ki. Neçə elədi? 400 manat. Doğrudurmu? 400. 400 manat bunun birinci ili gəliri var. Toplayır 2400 gəlir. Yəni 2400 növbəti ildə də 20% gəlir verməlidir. İndi mən olar ki eləyim 0.2, 1.2 də vura bilərəm. 0.2 vururum. Bu da elədi neçə? 480 manat. Yəni 480 manatda növbəti ildə gəlir qazandı. Elə gəlirləri toplasaq, elə gördüyünüz kimi ən yaxşısı elə gəlirləri tapmaq imiş. Çünki gəliri soruşur. Bu da 880 manat. Və bu yolla da rahatca çözmək olar. 2000-in 20%-ni tapıram, gəliri qoyuram qırağa, amma onu 2000-in üstünə qoyuram. 2000 üstünə qoyandan sonra 2400-ün də 20%-i ikinci ili mənə gəlir verir. Və yaxud da deyə bilərsiniz ki, olarmı 400-ün də 20%-ni tapaq? Baxın, 2000-in 20%-ni tapdın 400 manat. 400 manatı qoydun qırağa. Və bu 400 manatın da 20%-ni tapsan, amma orada 80 manat eləsə də, gərək siz düşünəsiniz ki, 400 nağdı əsas məbləğdə mənə pul gəlir. Yəni 2000-dən 400 ildə mən qazanıram. Oysa birinci ili qazandığımın da 20%-i, qazancımın da 20%-i mənim ikinci ili pulumun üstünə gələcək. Yəni 80 manat da oradan gələcək. Təbii ki, bunu şifahi düşünmək rahatdır, düşünmək olar, amma beyni yormamaq üçün və yaxud da düşünə bilməyəndə biz bunu yazılı şəkildə bu formada yazmalıyıq. Sonra Müəllim 7-yə, test 2-də 7-yə baxaq. test 2-də 7. Test 2-də 7. Tapdım. Tamam. 12 litr 40%li duz məhlulunun 3də 1 hissəsi. Deməli, bunu silək buradan. Deməli, 12 litr 40%li duz məhlulunun 3də 1 hissəsi boşaldılır. 3də 1 hissəsi boşaldır. Nə qədər boşaldırsan 40% dəyişmir. Çünki ümumi qarışıqdan boşaldırsınız. Deyir, yerinə həmin miqdarda duz əlavə olunur. Demək, 3də 1 hissəsi boşaldıldı. Yerinə həmin miqdarda nə əlavə edildi? Duz. Həmin miqdarda duz əlavə edildi. Həmin miqdarda duz. Tamam. Duz əlavə olundu. Əlavə. Bizdən soruşur, alınan məhlulun duzluluq faizi. Deməli, mən bir görüntü olsun deyə bunu çəkdim. Deməli, burada 40%lidir. 12 litr məhluldur. Bunun təbii ki, 3də 1-i boşaldılanda 12 3də 1-i 4 eləyir. Deməli, 8-i qalır. 8 litr burada qalır. Qalanda 40% də yenə öz şeyini qoruyur. Bu hələlik mənim fikrim. İndi bunun yerinə təzədən duz əlavə olunur. Yəni, belə çıxır ki, 8 litr üstəgəl x məhlul artır. Burada deyir ki, yerinə bir dəqiqə görün burada konkret nə deyirdi? Yerinə həmin miqdarda duz əlavə. Hə, tamam. Təbii ki, yenə də gətirir 12 litrə çıxır. Yəni, burada biz tutaq ki, 12 litrdir, düşüb 8 litrə, təzədən qalxıb 12 litrə. Bu, vaxtımızı belə apara bilər də. Təbii ki, burada faiz dəyişir. Məsələn, biz nə edirik? Biz bilirik ki, duzu bölməliyik ümumi məhlula, vurmalıyıq 100%. Bax, bu düsturu unutmayın. Yəni, duz məhlulun neçə faizidir bu?
Bunu bilsək, qarışığın faizi bu düsturdan tapılsa, onda duzumuz nə qədərdir? Əgər biz 4 litr duz tökmüşük, deməli 4 duzumuz var. Bunu nağda bilirik. Çünki həmin qədər boşaldır, tökülür. Deməli, 3,5 var idi. onda 8-in 40%-ni taparam. 8-in 40%-ni taparam. Buradan alınır neçə? 8-in 40%. Çünki biz 8-in 40%-ni tapmalıyıq ki, çünki məhlulu boşaldanda orada 8 litr qalıb, həmin 8 litrin 40% lazımdır. 3,2 litr, deməli 3,2 litr duzumuz burada var idi. Üstünə də 4 litr duz gəldik. Toplam 7,2 litr duzumuz var. Deməli biz artıq düsturumuzda duzumuzun yerinə 7,2 qoya bilirik. Ümumi məhlul yenidən 12-yə qalxır. Çünki fərqi yoxdur. Duz tökdün, su tökdün. Yəni 8 üstünə 4 gəldi 12. Vurulanda 100%-ə bizə qarışımın faizini verəcək. Yəni əslində çox çətin sual deyil. Yəni istəyirsiniz duz əlavə edin, istəyirsiniz su əlavə edin. Təbii ki, bilinməyənə x qoyuruq, amma bilinirsə, çünki deyir ki, həmin miqdarda tökdüyüm qədər duz əlavə eləmişəm. Və salam 7,2 buradan da 720/12 kimi bunu yazırıq. 100-ə vuraq, daha rahat olsun. Sonra da 60% cavabını tapaq. Yəni əslində çətin sual deyil. Həqiqətən də yəni biri var ki, çox bundan qat-qat çətinlərini görəcəksiniz orada, amma bunları rahat eləməlisiniz. Sonra yoxdur da sual. Nə gözəldir. Müəllim test üstə 4-ə də baxaq. Test 3-də 4-də. Test 3, 4. 80 suallıq testin. Deməli 80 suallıq testin ilk 10 sualından, deməli test 3-ün 4-cüsünə baxırıq. Deməli 80 suallıq test var. 80 test var. Daha doğrusu 80 suallıq test var. 80 suallıq test. Bizdən deyir ki, ilk 10 sualın 4-ünü düz cavablayan şagird. Deməli, ilk 10 sualdan neçəsini düz cavablayır? İlk 10 sualdan 4-ünə düz cavab verir. Düz. Deyir ki, qalan sual neçə sual qalıb? 80 suallıqdırsa 70 sual qalıb da. Deməli, 10 sualı cavablandırdı. İndi onun 4-ü düzdür, 6-sı səhvdir. Qaldı 70 sual. Qalan 70 sualın neçə faizini deyir? Neçə faizini düzgün cavablamalıdır ki? Neçə faizini? Burada qeyd edeyim ki, siz görəsiniz sonra. Neçə faizini düz cavablandırmalıdır ki? Düz cavablandırsın ki? Ümumi sualların 75%. Ümumi sualların 75% düz olsun. Düzdürmü? Ümumi sualların da qısa yazaq 75% düz olsun. Düz. Tamam. Biz burada belə bir şey fikirləşə bilərik. Yəni bu da çox çətin suallardan sayılmır, amma yəni belə sualları eləməyi öyrənməliyik də. Yəni imtahana düşə biləcək sual tiplərindən biridir. 80 suallıq testi ilk 10 sualın 4-ünə düz cavablandırır. Məsələn, qalıb 70. 70-i neçə faiz 70 sualların neçə faizinə düz cavab verməlidir? Biz bilmirik neçə faizə. Ümumi sualların 75%. Əvvəlcə ümumi sualların 75%-ni tapaq. 75% 4-də 3 deməkdir. Birbaşa 80-in 4-də 3-ünü tapsa 60 dənə sual eləyir. Belə çıxır ki, ümumi sualların 60-ı düz olmalıdır. 60-ı neçə olmalıdır? Düz olmalıdır. Əgər 60 sualdan 4-ünü düz cavablandırıbsa, qaldı 56 suala cavab verməlidir. Demək 56 sual hansının içindən olmalıdır? 70-in içindən olmalıdır. Çünki artıq 10 dənə sual bitdi. 10 dənə sualın 4-ü düzdür, 6-sı gedib səhvə, deməli qalıb 70 sual. Amma bunu da 56 suala düz cavab yazmalıdır. 60 dənə suala düz cavab verməlidir ki, keçsin imtahandan. Deməli qalıb 56 sualı. Bizə də soruşur ki, bu 56 sualın məsəl üçün neçə faizini 56 sual cavablandır? 70-in neçə faizi 56 verər də? Yəni neçə faizini düz cavablandırmalıdır? Onda belə çıxır ki, 56 70-in neçə faizidir? Bunu axtarırıq. Bunu tənasüblə də yazmaq olar, amma mən ehtiyac görmürəm. Bəli, ehtiyac görmürəm. Tənasübə bəzən keçmək olur. Yəni rahat olanda keçmir. 80. Deməli 80%-ni düz cavablandırmalıdır. Yoxlaya da bilərsiniz. 80-in
70-in 80% eləyir 56 sual. Deməli 56 sual oradan, 4 sual da əvvəldən, elədi 60 sual. 60 sual 80-in neçə faizidir? 4də 3-üdür. 60 sual 80-in 4də 3-üdür. 80-in 75%. Yəni belə. Sonra Müəllim, orada Buradan var. 4də 3-ü hardan yazdıq ki, o çatmadı. 4də 3 75%-in hissə ilə göstərilməsidir. Məsələn, siz %75-ə vurmursunuz, 80-in 75%-ni tapanda 75% %75-dir, bəli. Oradan da ixtisar 7, 4də 3-dür. Ümumiyyətlə həmişə 75% 4də 3-ə bərabərdir. 25% 4də 1-ə bərabərdir. Məsələn, bir dairə götürün, dairəni 4 yerə bölün. Dairəni 4 yerə bölsəz, 4 yerə bölsəz. Elə bir ki, hər payına 25% düşür. Bu da həm 4də 1 deməkdir bir payı, həm də 25% deməkdir. Məsəl üçün, yəni faizdən ədədə keçməyi bilin ki, hissədən daha bəzən rahat olur da. Məsələn, baxın 66-dan 3də 2% yazılır bəzən. Qoy bunu da deyim. Məsələn, 66-dan 3də 2% yazılır. Məsəl üçün, deyək ki, A və B, məsələn, A briqadası B və C briqadasının birlikdə yığdığı məhsulun 66-dan 3də 2%-ni yığır. Uşaq da çaşıb qalıb ki, A briqadası B ilə C-nin cəminin 66-dan 3də 2%-ni neynəsin də? Bu, əgər 66-dan 3də 2%-i, məsələn, biz bunu belə keçsək, 3də 200% olur. 3də 200% olur. Bunu ədədə keçəndə biz nə edirdik? Ədədə keçəndə 100-ə bölürdük də, faizdən ədədə keçmək üçün 100-ə bölürük. 100-ə bölmək 100-də 1-ə vurmaqdır. Nə görmüş oluruq? İxtisar gedir, 3də 2 deməkdir. Yəni, əgər biz bunu bilsək, öncədən, məsələn, 33-dan 3də 1%. Bu, əslində 100-ün 3-dən 1-idir. 100-ün 3-dən 1 hissəsidir. Yəni, mən bir də oturub onu fikirləşmirəm. 75% də elələrindən biridir. Yəni, öncədən bilirəm ki, bu 4də 3-dür, 25% 4də 1-dir, məsələn, 20% 5də 1-dir. Yəni, bunları biləndə bəzən uşaq faizdən qorxur, deyirsən ki, 25%-ni tap, yəni, mən faiz bilmirəm. Amma deyəndə ki, 4də 1-ni tap, rahat tapır. Başqa sual? Müəllim, topluya baxa bilərik. Mən Baxaq. topludan işləmişdim. Hə, toplum qoyub açsın, bir zəhmət. Biz var idi. Bir dəqiqə. Neçənci sualda? Test 1-də 8-9, mən o tip işləyə bilmirəm. Əslində müəllimlər kömək elədi, yenə nəsə qaranlıq qaldı. Faiz mövzusunda da bir dəqiqə. Nömrəsi neçə dediniz? Elə test 1-də 8-ci, 9-cu suallar eyni tipdədir ikisi də. Topluda elə şey yoxdur axı. Faiz nisbət tənasüb bölməsi. Faiz, nisbət, tənasüb. Səhifəsini deyim, bir dənə zəhmət olsa, ya varsa səhifə, yoxsa yoxdur deyəsən səhifə. Sualı oxuyun bir dənə. Səhifə 20. Səhifə 20-də. Burada mən PDF-dən baxıram, ona görə biraz qarışdırdım. PDF-də görmürəm onu. Hə, tapdım. Səhifə 20-də neçənci sual dediniz? 8-9-cu suallar eyni tipdir ikisinin. Hə, tamam. Tez eləyək ki, birazdan zoom atacaq. Zoom atandan sonra qoşulmayacaq bu dəfə. Üzürlü sayın işim var. Deməli, 8-ci sualda ümumiyyətlə bu cür sualları tez eləyə bilmək üçün bircə şey deyim, yəni ondan gedin. Rahat olacaq həmişə. Məsələn, 7 bölünsün 6 mı? Ümumiyyətlə bunlar müsbət ədədlərdirsə, müsbət ədədlərdirsə, çox rahat bu k-nı görürsüz. K-nın yerinə elə bu 4də 5-in özünü qoya bilərsiniz. Burada k-nın yerinə. Deməli, k 4də 5 kimi baxa bilərsiniz. Deyə bilərsiniz, nə baş verir? Burada deyib ki, 1-i verəcək də. Hamısı ixtisar gedir, 1-i verir. Deməli, k-nı siz gördüyünüz ədədi götürün. N-nı gördüyünüz ədədi, amma 5də 6. Yəni, sürətdə olsa tərsini götürmək lazımdır. Məxrəcdə olsa özünü götürmək lazımdır. Yerinə də qoyanda görürsünüz ki, bərabərlik düz gəlir. 6, hamısı 1-i verir. Və salam, 4də 5, 5də 6, 7də 6 müqayisə etmək lazımdır. Yaxşı. Orada da 4də 5, 5də 6 istəsəz sürətlə məxrəc arasında fərqə görə, amma bu 1,4də 1-dir, bu 1,5də 1-dir. Demək ki, hamısı 4də 1, 5də 1 və 6da 1-in müqayisəsinə gəlir, çıxır da, yəni rahat şəkildə. Burada da 4də 1 böyükdür 5də 1-dən, o da böyükdür 6da 1-dən, yəni k böyükdür n-dan, o da böyükdür m-dan cavabını ala bilirsiniz. Yaxşı, bu formada eləyə bilərsiniz. İndi o kiçikdən böyüyə MNK yazılıb. Bu MNK cavabını götürəcəksiniz A variantı. Başqa buradan varsa topludan açmışkən deyin.
Faizinə görə ədəd tapılması mənim 34 isə. Sizin səsiniz yaxşı gəlmədi. Necə bir də deyin. Faizinə görə ədədin tapılması. Aha. Faizinə görə ədədin tapılması mövzusunda baxaq görə bu hardadır? Faizinə görə ədədin tapılması. Hə, 9-cu sual. Səhv eşitmədim ki. 9 olmaz yəni. 34 mənim. 34. Demək, 45 oğlan 15 qız. Yəqin ki, budur. 45 oğlan 15 qız düşərgədən bərabər sayda oğlan qız ayrıldı. Tamam. Deməli, 45 oğlan var, 13 qız var. 15 qız var. Demək, 45 oğlan var, o yazıram. 15 qız var, yazıram. Düşərgədən bərabər sayda oğlan və qız ayrıldı. Bərabər sayda oğlan nə deməkdir? Tutaq ki, x oğlan ayrılıb, yəni x də qız ayrılıb. Yəni ayrılanlar burada. Təbii ki, burada bu zaman oğlanların sayı nə qalır? 45 çıxı x qalır. Qızların sayı nə qalır? 15 çıxı x qalır. Qızlar da bu qədər qalır. Bizə deyir ki, bundan sonra oğlanların sayı qızların sayından 600% çoxdur. 600% çoxdursa, onun 700% olmuş olur. Yəni ümumiyyətlə 5% çox olanda 105%, 10% çox olanda 110%. İndi oğlanlar solda yazdığımdır, qızlar sağda yazdığımdır, 15 çıxı x-dir. Kim kimdən çoxdur, ona düşünəcək. Oğlanların sayı qızların sayının 700% deyək artıq. Oğlanların sayı qızların sayının 700%. Qızların sayı bu idi. Bunun 700%-ni tapmaq üçün, yəni faizə vurub 100-ə bölürdünüz. Əgər belə bilirsinizsə, bu da bərabər də oğlanları verəcək. Yəni çünki oğlanlar qızların 700% oldu. Niyə? Çünki qızların sayından 600% çoxdur deyir. Deməli, bu zaman burada 7 qalır. 7-ni 15-ə vurdunuz. 105 yazaq bu geçsin. 7x də buradan. Yəni 45 çıx x buradan. Deməli, burada 6x alınır. 105-dən 45-i çıxırsınız. 60 alınır. 60-ı da 6-ya bölüb 10 nəfər deməli ayrıldığını tapırsınız. Yəni əsas məsələ nədir? Verilənləri ardıcıl yazmaq. Məsələn, oğlanların sayı 45 yazırıq, qızların sayı 15 yazırıq. Bərabər sayda deyəndə bilirik ki, x nəfər oğlanla gedəcək, x nəfər qızdan gedəcək və bu zaman qalanlardan danışırsa 45 çıx x oğlan qalacaq, 15 çıx x qız qalacaq və 600% çox deyəndə kim çoxdursa azı vurun həmişə. Çünki çox onsuz da çoxdur da. Məsələn, ona görə 45 çıx x bərabərdir, amma neçə faizidir demir. Deyir 600% çoxdur. Yəni onda belə çıxır ki, 700%-dir. Yaxşımı? Başqa Müəllim, ümumi deyəndə onu 2 dəfə götürürük də. Ümumi sayı soruşur. Hə, düşərgədən gedən şagird. Təbii ki. Mən x-i tapdım, amma qalanını özünüz tapmalısınız da. Bəli, təbii ki, şagirdlər gedən sayıları soruşursa, məsələn, x oğlan gedib, x-də yəni 10 nəfər qız gedib, 10 nəfər oğlan gedib, bəli, cavab 20 yazmalısınız. Əgər ikisini soruşursa. Orada da baxın, bəli, düşərgədən gedən şagirdlərin sayı. Bəli, 20 nəfər götürməsiniz. Biz x-i tapırıq, amma gerisi sizə qalmış ki, orada sualda nə istəyirsən onu yazacaqsınız. Yaxşı. Başqa? Faizə aid məsələlərdə 9-a da baxardım. O tip məsələlər biraz çətindir. Faizə aid məsələlər çatdırırıqmı görək? 9. Çəndəki suyun 20% buxarlandıqdan sonra qalan suyu deyir neçə faiz artıraq. Demək, çəndəki suyun 20% buxarlandıqdan sonra deyir. Məsələn, siz belə misallarda çaşmamaq üçün 100 götürün. Necə ki, inflyasiya məsələlərində dediyim kimi 100 götürün. Yəni 100 olsun suyun miqdarı, 20%-ni buxarlandırın, 20% 20 eləyir. Ona görə 100 götürün. 80 qaldı. 80-i saxlayın. Qaldı. İndi bunun nə qədər artıraq ki, əvvəlki olsun? Yəni bir növ 80-i nə artırmalıyıq? 20 artırmalıyıq da, üstünə 20 gəlməliyik ki, qayıtsın 100-ü versin. Doğrudurmu? Bizdən də soruşur ki, bu artıracağın neçə faiz olacaq? Siz artıracağınızın 20 olduğunu bilirsiniz. Həmin bu 20. Hansı suyun miqdarı? Qalan su solda yazdığımda budur, 80. Yəni 20-ni 80-ə bölüb, 20 80-in neçə faizidir? Bu qayda ilə tapa bilərsiniz. Yox, əgər burada da çətinlik çəksəz, 25% olur. Deməli, cavab baxın 25%. Bəli, çəndə əvvəlki qədər su olsun deyir, neçə faiz. İndi əgər bunda da çətinlik çəksəz, belə eləyəcəksiniz. Mən bunu bir dənə buradan götürüm. Deməli, tutaq ki, siz götürəcəksiniz
belə bir şey. Tutaq ki, hə, 100 götürdünüz, 20 çıxdınız, 80 qaldı. Sizin qalan suyunuz artıq 100%dir. Və siz istəyirsiniz ki, bu 100-ə çatsın. Onda burada 20 yazmalısınız ki, görüm neçə faiz eləyir. Yəni burada da artıq düşünmürsünüz ki, mən 20-ni 80-ə bölüm 100-ə vurum, yoxsa neyniyim? Yəni bu formada eləyə bilərsiniz. Kimsə 20 yenə 100 götürür, 80 100% isə görüm 100 nə qədərdir. Amma mən birbaşa fərqi tapmağa çalışıram ki, birbaşa cavaba gedib çıxım. Yaxşı, burada da tənasüb kənar ədənası o ədənası ilə bərabərdirdən eləyə bilərsiniz. Həmişə belə eləsəz düz gələcək. Sonra 13. Bu testdə 13. Daha doğrusu 12 sonra 13. tamam. Sinifdə 5 il oxuyan şagird, bunu bilmirəm, keçən dərslərimizin birində demişdim deyəsəm. Sinifdə 5 il oxuyan şagirdlərin faizi bu cürünə məsələni, amma ola bilsin ki, deməmişəm, amma yenə də əyani dərsdə 100% demiş. Demək, sinifdə 5 il oxuyan şagirdlərin faizi bu aralıqdadırsa, biz ən az sinifdə adam axtarırıqsa, demək, sual bizə belədir. Sinifdə 5 il oxuyan şagirdlərin faizi 3,5-4% arasındadır. Sinifdə ən azı neçə şagird olar? Biz əlaçını bir nəfər götürməliyik. Niyə bir nəfər götürməliyik? Məsələn, bir nəfər əgər sinifin, məsələn, atıram, 20%-dirsə, təbii ki, 100%-i tapanda sinifdə 5 nəfər olacaq. Desəz ki, əgər 2 nəfər 20%-dir, bu zaman fikir verin, 100%-i tapanda 5-dən böyük ədəd alacaqsınız. Məsələn, x qoyun, baxın, görəcəksiniz. Faiz 5 dəfə artıbsa, deməli, uşaq da 5 dəfə artmalıdır. Yəni, burada 10 eləməlidir. Yəni, 10 nəfər. Biz demək, sinifdə ən az adam axtardığımıza görə bir nəfər əlaçı götürmək lazımdır, mütləq. Oldu mu? Bir nəfər əlaçı. Tamam, bir nəfər əlaçı 3,5-4% arasında nə deməkdir? Bunu deyim. Məsələn, ümumiyyətlə 100 bölünsün 4, 100 bölünsün 3,5 arasına düşəcək. Bu, bizim sinifimizin şagirdlərinin sayı. Və 100 böl 4 nədir? Təbii ki, 4% buradakı 4%dir, 3,5 buradakı 3,5%dir. Burada deməli 100-ü 4-ə böləndə 25 alınır. 100-ü 3,5-ə bölsəz 28 neçə alınır? Bəs niyə 100-ü 4-ə böldük? Məsələn, bir əlaçını sinifin 4% kimi qəbul edin. Bu zaman faizin altından 100% yazın. Bütün sinifə də x qoyun. 1-4%, x-100%. Bunu tənasüb kimi baxsaz görəcəksiniz ki, nə alınır? 100 böl 4 alınır. Deməli, 100 böl 4 bütün sinifi göstərmiş olur. Əgər bir nəfər əlaçı 3,5% olmuş olsaydı, bu zaman 100 böl 3,5 sinifi olacaqdı. Axı bunlar ola bilməz. Bunların arasında olmalıdır. Ona görə də biz cavabı 25 ilə 28 neçənin arasında alırıq və cavab 26 götürürük.